Deməli, bu bizim ərzaq yardımlarımız. İnşallah bugün hamısı gedir ailələrə. Hə oğlum, gözlə papa yıxsın bunları. Yardımları yıxsın papa. Deməli, gözəl insanlar, bizim bu yardımımız sizə canlıda da demişdim. Deməli, bizim binamızın axranası var, yaşlı bir kişidir. Yardım onun üçündür. İndi buradan turalı çəkirəm, aşağıya düşürdəndə də bir dənə orada da çəkəcəm turalı sizlər üçün. Kimlər qoşuldusa yardımımıza, gözəl insanlar, Allah hər birinizdən razı olsun, var olsun, ruzunuz bol olsun. Deməli, baxın gözəl insanlar, sizlər üçün çəkirəm ki, görəsiz, deməli, bizim binamızın axranası üçün gedir bu yardım. Yaşlı biri kişidir. Sakit dur oğlum. Çıx çölüm amanı deyil. Ben gözəl insanlar, kimlər yardıma qoşulub təşəkkür edirəm, zamanı. İndi Qubaya gedir yardımımız, birinci yardım. Ondan sonra biləsi var, ondan sonra Biləcəriyə. Təşəkkür edirəm, Allah qəbul etsin. Biləcəriyə inşallah gəldi, yardımımız çatdı. Belə çək. Allah hər bizdən razı olsun, Allah qəbul etsin. Var olasın, Allah razı olsun sizlərdən. Nura xanım, salam, axşamınız xeyir. Göndərdiyiniz ərzaqlar çatdı. Çox sağ olun. Allah ruzunuzu bol, bərəkətli eləsin inşallah. Amin. Kimlər dəstək olubsa, Allah hər zaman onlarla olsun. Allah hər zaman bol ruzularını versin inşallah. Amin, amin Allah. Çox sağ olun bacım. Gözəl insanlar, sonuncu yardımımızdır. Bugün Biləsivara gedir. Allah kimlər qoşulmuşsa yardıma təşəkkür edirəm. Allah qəbul etsin inşallah. Xoş havalar olsun. Minnətdarım. Axşamınız xeyir olsun Nura xanım. Çox sağ olun. Allah köməyiniz olsun. Məktəb ləvazimatlarımız gəldi. Hamısını almışsınız. Çox sağ olun. Qızımınki də, oğlumunki də gəldi. Hamısı. Allah sizdən razı olsun. Cibiniz dolu olsun. Əməyə əziyyəti keçən hər bir kəsə Allah var eləsin. Cibləri dolu olsun. Var olun. Allah köməyiniz olsun. Hamısı gəldi. Çox sağ olun. Allah sizi qorusun. Allah yaxşılar köməyi olsun. Çox sağ olun. Var olun.